Türkiyədə yenə də əməliyyatlar davam edir. Bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb. Azərbaycanda da belə bir əməliyyatın keçirilməyini çox istəyərdim. Çünki bugün televiziya məkanında ümumiyyətlə bu sənət aləmi deyilən, nə bilim, ümumiyyətlə bu ictimai sfera deyilən sahədə olan adamların bir çoxu doğru yolda deyirlər, qara-qura işlərlə məşğuldurlar. Ki, belə əməliyyatlar bizdə də mütəmadi olaraq keçirilməlidir, olmalıdır. Deməli, Türkiyə mətbuatının yaydığı məlumata görə, deməli, bir sıra sənət adamları polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar. Saxlanılan şəxslər arasında müğənni Aleyna Tilki, influencer Danla Bilic və aktrisalar Müminə Senna Yıldız və İrem Sak var və qeyd olunur ki, saxlanılmaları haqqında qərar çıxarılan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel isə polisin keçirdiyi əməliyyat zamanı evlərində tapılmayıb. Əməliyyat çərçivəsində iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı haqqında da saxlanılmaq qərarı çıxarılıb və siyahıda həmçinin model Şəvval Şahin, sosial media fenomeni Mərd Vidinli və YouTuber Cihan Şensözlünün də adı var. Bir daha qeyd edirəm, bizim də ölkəmizdə ümumiyyətlə xoşa gəlməz işlərlə məşğul olan bir sıra tanınan simalar var. Onların da haqqında müəyyən tədbirlərin görülməyi çox yaxşı olardı.